Hörmətli izləyicilər, salamlayırıq hər kəsi. Bir KT müayinəsindən keçən bir pasiyentin görüntülərini sizlərlə də paylaşmaq istəyərdik. Müayinəmiz KT angiografiya müayinəsi və xəstə KT angiografiya müayinəsindən keçib və bu müayinədə keçən xəstə ilə yanaşı bir önəmli bir görüntünü də bir maarifləndirici məqsəd olaraq bir yerdə bölüşməyi istədik. KT angiografiya müayinəsində MRT müayinəsindən göndərilən beyin qan damarlarında bazilyar arteriya dediyimiz səviyyədə bir fuziform anevrizma aşkar olunub. Amma fuziform anevrizma KT angiografiya müayinəsində görüldü təbii ki. Amma daha önəmli bir görüntü, hansı ki sağda yuxu arteriyasında sakkulyar anevrizma dediyimiz bir digər bir görüntü və daha önəmli bir görüntü ilə qarşılaşdıq. Gördüyümüz kimi sağda yuxu arteriyasının kavernoz segmentində millimetrik ölçüdə bir sakkulyar anevrizma görünümü. Çox əhəmiyyətli bir görünümdür əslində bu. Çünki irəlidə xəstə üçün ciddi bir əhəmiyyət kəsb edən bir görüntü. Daha bir önəmli məlumatı qısa olaraq diqqətinizə çatdırmağı istəyərdik. Anevrizmalar dediyimiz beyin qan damarlarında bir incəlmə və bu incəlməyə bağlı bir balon torba şəklində bir genişləmə hesab olunur. İki növü var anevrizmaların: sakkulyar anevrizmalar, bir də fuziform anevrizmalar. Digər bir növü də son zamanlar istifadə olunur, mikotik infeksiyalara falana bağlı olan anevrizmalar. Amma bu nadir olduğu üçün bizim daha çox üzərində durduğumuz, önəm daşıdığımız sakkulyar və fuziform anevrizmalardır. Hansı ki biraz əvvəl qarşıya çıxan, aşkarlanan sakkulyar anevrizma görünümü olduqca bir təhlükəlidir. Qısa bir təzyiq, qısa bir stres və ya digər məsələlər zamanı, digər anamnez zamanı xəstədə bu anevrizmaların yırtılması və ölümcül beyin qanamalarının səbəbi olur. Hansı ki ətrafımızda eşidilən qəfil ölümlərin ciddi səbəblərindən biri də beyin anevrizmasının yırtılmasıdır. Qısa olaraq desək, bir öncədən bu kimi əlamətləri, ehtimalları KT və ya MR angiografiya ilə ortaya qoymağımız deyərdim ki bir həyat qurtarır. Təşəkkürlər hər kəsə.